Hamıya salam əziz dostlar. Demək biz keçən dərsdə birinci fiqurdan danışdıq. Dedik ki, 4 dənə fiqur var. Bu fiqurların da əsasən 4 dənə olmasına səbəb orta terminlərin yerlərinin dəyişməsidir. Həm birinci müqəddimədə, yəni kiçik müqəddimədə və böyük müqəddimədə orta termin dəyişməsi ilə 4 dənə fiqur alınır və dedik ki, birinci fiqurun demək 16 dənə modusu var idi, 16 dənə forma meydana gələ bilir. Birinci fiqurda o da ki, təbii ki, kiçik termin, böyük terminin bəzən ümumi iqrarı olması, məsələn, kiçik termin ümumi iqrarıdır, böyük termin də ümumi iqrarı, sonra gəlir dəyişir. Məsələn, kiçik termin olur ümumi iqrari, böyük termin olur xüsusi iqrari. Yəni, belə dəyişkənliklə, belə desək, kəmiyyətin dəyişməsi ilə və həmçinin də kəmiyyətdən əlavə keyfiyyətin dəyişməsi ilə müxtəlif olaraq 16 dənə modus yaranır burada və qeyd etdik ki, təbii ki, birinci fiqurda, yəni birinci fiqurda ki, qeyd etdik, birinci fiqurda bu 16 dənə modusdan 4-ü düzgün nəticə alınır. Yəni 4 dənəsində ki, 4-ü ancaq düzgün nəticə əldə eləmək olur 4 dənəsindən. Birinci, təbii ki, fiquru qeyd etdik. Keçən dərsdə bu barədə danışdıq. Gəldik, burada izah elədik. Birinci fiqurun 4 dənə alınan moduslarını qeyd etdik, misallarını da gətirdik. Sonra biz gəldik növbəti dərsdə, indi yəni keçəcəyimiz dərs olacaq, ikinci fiqurdan danışacaq. Təbii ki, ikinci fiqurda da artıq burada terminlərin, orta terminlərin yeri dəyişir. İkinci fiqurda demişdik ki, birinci kiçik müqəddimədə birinci gələcək olan kiçik termin gələcək, orta termin və böyük müqəddimədə isə böyük termin, orta termin gələcək. Yəni, birinci fiqurla fərqli olaraq böyük müqəddimədə orta termin öz yerin dəyişəcək. Burada gəlir, məsələn, birinci fiqurda böyük müqəddimədə orta termin gəlirdi, böyük termin gəlirdi, amma ikinci fiqurda birinci böyük termin gələcək, sonra orta termin gələcək. Fərqi bundan ibarətdir. Nə qədər orta terminin yeri dəyişsə, bir o qədər nəticə almaq biraz çətinləşəcək. Birinci fiqurda, məsələn, orta terminin əsas yeri olan kiçik müqəddimədə ikincidir. Yəni, gəlir kiçik termin, orta termin, böyük müqəddimədə isə birinci orta termin gəlir, sonra böyük termin. Burada orta termini xülasə eləyək, orta terminin yerinin dəyişməsi ilə dəyişdikcə bir o qədər nəticə almaq biraz çətinləşəcək. Çünki belə deyək, əsasən nəticə orta terminin vasitəsilə alına bilir. Məsələn, tutaq ki, mən deyirəm ki, Əhməd insandır, bütün insan düşünəndir, deməli, Əhməd düşünəndir. Burada orta termin insandır. Bunları əsasən bağlayan şey insanlıqdır. Yəni, birinci kiçik müqəddimədə deyəndə Əhməd insandır, sonra böyük müqəddimədə gəlib deyirik ki, bütün insan düşünəndir. Bu insanlıq bunlara bağlayıb nəticə ortaya gəlib çıxır. Yəni, bunların vasitəsilə bir-birinin bağlantısı olur. Birinci müqəddimə ilə ikinci müqəddimə orta termin bağlayır. Bunları bir-birinə əlaqələndirir və bir nəticə ortaya çıxır. Və orta termin nə qədər yerin dəyişsə, bir o qədər nəticə birinci fiqura nisbətdə çətinləşəcək. İkinci, məsələn, fiqurda birinci fiqura nisbətdən biraz, belə deyək, asan olmayacaq. Və həmçində üçüncü fiqur ikinci fiqura nisbətdə, dördüncü fiqur üçüncü fiqura nisbətdə getdikcə terminlə, orta terminlə yeri dəyişəndə çətinləşir nəticə almaq. Çətinləşir deyəndə nəticə almaq olur. Sadəcə olaraq asanlıqla birinci fiqurdakı kimi tez nəticə almaq, yəni birinci fiqurdakı kimi asan olmur, belə desək. Gəldik dostlar ikinci fiqura. Dedik, ikinci fiqurda kiçik müqəddimədə birinci gələcək kiçik termin, orta termin. Böyük müqəddimədə isə yer dəyişəcək. Gələcək böyük termin, sonra orta termin. Və yadınızdadırsa biz dedik ki, hər bir fiqurun özünə məxsus şərtləri var. Birinci fiqurda 2 dənə məsələn şərt dedik.
və həmçində hər bir fiqura müştərək olan bir dənə şərtlər var. Müştərək bir şərtdir ki, bütün fiqurlara aid ola bilir. Bir də ki, ərazisinin özünə məxsus şərtləri var. İkinci fiqurun da şərti bundan ibarətdir ki, ikinci fiqurda hər iki müqəddimə, yəni istər kiçik müqəddimə, kiçik və böyük müqəddimə, müqəddimələr keyfiyyətcə müxtəlif olmalıdır. Məsələn, kiçik müqəddimə iqraridirsə, böyük müqəddimə inkar olmalıdır və yaxud da əksinə. İkinci şərt budur ki, ikinci şərt böyük müqəddiməyə aiddir. Böyük müqəddimə həmişə ümumi olmalıdır. İndi misal deyək burada. Məsələn, deyirik, bəzi insanlar ağdır. Heç bir qara ağ deyil, nəticə. Bəzi insanlar qara deyil, nəticə doğrudur. Burada ikinci fiqur barəsində təhlil edirik. İkinci fiqurda demişdik ki, birinci, yəni kiçik müqəddimədə kiçik termin gəlir, sonra orta termin gəlir. Burada bəzi insanlar ağdır. Kiçik termin və orta termin. Burada insan kiçik termindir, ağ orta termindir. Böyük müqəddimədə isə dedik ki, böyük termin gələcək, orta termin. Heç bir qara ağ deyil, çünki burada artıq heç bir qara ağ deyil. Burada demək, heç bir qara ağ deyil deyəndə təbii ki, həm burada kimi böyük termin gəlir, sonra orta termin gəlir. Ağ, ağ, birinci müqəddimədə də ağ gəldi. Müştərəkdir, ağ. Bu orta termindir. Qara isə böyük termindir. Nəyə görə? Çünki ancaq böyük müqəddimədə istifadə olunur. Nəticədə bu olacaq ki, bəzi insanlar qara deyil. Deməli, fiqur, dediyimiz fiqur yerindədir və ikinci fiqurun şərtləri yerindədir. Hansı idi ikinci fiqurun şərtləri? Müqəddimələr dedik, keyfiyyətcə müxtəlif olmalıdır. Keyfiyyətcə müxtəlifdir, bəli. Niyə? Bəzi insanlar ağdır. Kiçik müqəddimə. İqraridir, ağdır. Heç bir qara ağ deyil. Böyük müqəddimədə təbii ki, ümumidir. Çünki heç bir qaradan söhbət gedir. Nəinki bəzi qara. Bunlar yerində olduğuna görə nəticə də təbii ki, düzgün olacaq. Amma biz bunun özünə məxsus, ikinci fiqurun özünə məxsus olan şərtlərinə diqqət etməsək, onda nəticə səhv olacaq. Misal üçün deyirik, bəzi insanlar ağdır, hər bir qar ağdır. Nəticə budur ki, bəzi insanlar qardır. Bəzi insanlar qardır. Yəni, insan varlığı qar deyil. Nəticə burada səhvdir. Bütün insan ümumiyyətlə qar deyil. Niyə səhv oldu burada nəticə? Ona görə səhv oldu ki, birinci şərtə riayət olunmalı. Birinci şərtdə dedik ki, hansı idi? Keyfiyyətcə müxtəlif olmalı idi. Amma burada keyfiyyətcə müxtəlif deyil. Keyfiyyətcə eynidir. Bəzi insanlar ağdır, iqrari, hər bir qar ağdır, iqrari. Bu da iqrari gəlir. Keyfiyyətcə fərqli olmalıdır. Və ikinci şərtə də diqqət etməyəndə, məsələn, dedik ikinci şərt nədir? İkinci fiqurda dedik, böyük müqəddimə ümumi olmalıdır. Məsələn, dedik, hər bir insan düşünəndir, bəzi canlılar düşünəndir, bəzi insanlar canlı deyil. Səhvdir. Səhvdir, niyə ona görə səhvdir? Çünki ikinci olan şərt böyük müqəddimə ümumi olmalıdır, riayət olunur. Burada deyirik, hər bir insan düşünəndir. İkinci, yəni böyük müqəddimə isə gəlib deyirik ki, bəzi canlılar düşünən deyil, bəzi gətirir. Amma biz bütün elə bir burada hökm qurmalıyıq ki, ümumi olsun və doğru olsun. Ona görə burada ikinci şərtə də riayət olunmadığına görə bu iki şərtə düzgün riayət etməsək, nəticə də ikinci fiqurda səhv olacaq. İndi isə ikinci fiqurun nəticə verən moduslarına baxaq. Dedik ki, birinci fiqurun moduslarına baxanda 16 dənə deməli, modus yaranır. Təbii ki, 16 dənəsinin içərisində də 4-ü nəticə verə bilir. Qalanı nəticə verməyəcək. İkinci fiqurda isə yenə də bu 16 olan, mümkün olan 16 dənə kimi modus var. Bu 16 dənə modusdan neçəsi ikinci fiqurda təbii ki, neçəsi nəticə verə bilər. Burada da 4-ü nəticə verə biləcək. Təbii ki, deyilən yuxarıdakı şərtlərlə, yəni özünə məxsus olan şərtlərə əsasən. Məsələn, bu 4 modusdan hər birini
aşağıdakı misaldan deyək, hansılardır? Məsələn, birinci modus nədir? Birinci modus budur ki, ümumi iqrari olmalıdır. Kiçik termin, yəni kiçik müqəddimə və ümumi inkarı olmalıdır, böyük müqəddimə. Nəticə əgər ümumi iqrari, ümumi inkarı olsa, nəticə olacaq ümumi inkarı. Məsələn, hər bir daş bərk cisimdir, ümumidir və iqraridir. Heç bir maye bərk cisim deyil, ümumidir, inkaridir. Əgər belə olsa, kiçik müqəddimə, ümumi iqrari, böyük müqəddimə, ümumi inkari olsa, nəticə mütləq olaraq ümumi inkar olmalıdır. Çünki heç bir daş maye deyil. Nəticədə gəlir görür ki, ümumi inkar olur. Ya keçən də dediyimiz kimi, ya kiçik müqəddimə, ya böyük müqəddimə deyə bilərik, ya da deyə bilərik ki, kiçik termin, böyük termin hər ikisi nəticə etibarilə eyni olur. Bunu keçən də biz demişdik. İndi isə ikinci modusa, ikinci fiqurun ikinci nəticə verən modusu. O da hansıdır? Ümumi inkari birinci olmalıdır. Sonra gələcək ümumi iqrari. Əgər ümumi inkari olsa kiçik termini, ümumi iqrari olsa böyük termin, nəticə onda ümumi inkar olacaq. Məsələn, heç bir daş canlı deyil, ümumidir və inkaridir. Sonra hər bir at canlıdır, ümumidir və iqraridir və əgər belə olsa, ümumi inkari üstə gələk, ümumi iqrari, nəticə olacaq ümumi inkari. Nəticə necə olur? Heç bir daş at deyil. Nəticə də təbii ki, ümumi inkar olmalıdır. İndi isə üçüncü nəticə verən modusa baxaq. O da nədir? Xüsusi iqrari üstə gələk, ümumi inkari bərabər olacaq xüsusi inkari. Yəni, xüsusi iqrari üstə gəl, ümumi inkari mütləq olaraq nəticə xüsusi inkari olmalıdır. Məsələn, bəzi mayələr sudur, heç bir insan su deyil. Baxırıq ki, bunlar xüsusi iqrari və ümumi inkaridir. Bəzi mayələr sudur deyirik. Heç bir insan su deyil, ümumi inkaridir. Nəticə də dediyimiz kimi burada gəlib xüsusi inkar olmalıdır. Nəticə olur, bəzi mayələr insan deyil. Və dördüncü nəticə verən modusda isə xüsusi inkari üstə gələk, ümumi iqrari bərabər olacaq xüsusi inkari. Məsələn, bəzi insanlar ağ deyil, xüsusidir və inkaridir. Hər bir pambıq ağdır, ümumidir və iqraridir. Nəticədə xüsusi inkar olmalıdır. Bəzi insanlar pambıq deyil. Bu da ikinci fiqurun modusları, yəni 4 dənə nəticə verən modusları. Dostlar, bir dənə incə bir nöqtəni qeyd edin burada. Burada, məsələn, biz bəzi sillogizm qurduq. Nəticədə də dedik ki, misal olaraq burada nə dedik? Biz dedik ki, bəzi mayələr sudur, heç bir insan su deyil, bəzi mayələr insan deyil və yaxud da bəzi insanlar ağ deyil, hər bir pambıq ağdır, bəzi insanlar pambıq deyil. Axı, necə siz irad oluna bilər ki, burada hansı nəticə verdi axı? Heç bu 3-dən 4-cü modusda nəticə vermədi ki. Halbuki biz dedik ki, nəticə verir. Çünki burada nəticələrə baxın, bəzi mayələr insan deyil. Və deyir, bəzi insanlar pambıq deyil. Məgər bəzi insanlar pambıqdır? Və yaxud da bəzi mayələr insan deyil. Məgər bəzi mayələr insandır? Yəni, bəzi insanlar pambıq, gələk əsas buna da bu gözə çarpacaq bir iraddır. Bəzi insanlar pambıq deyil, nəticəsi necə düzgün olsun? Onda belə çıxsa ki, bəzi insanlar pambıq deyilsə, bəziləri pambıqdır. Burada incə bir nöqtə bundan ibarətdir. Söhbət bəzidən gedir. Çünki baxın, biz kiçik müqəddimədə bəzi insanlardan söhbət etdik. Bütün insanlardan yox. Dedik, bəzi insanlar ağ deyil. O bəzi insanlar ki var, ağ deyil, söhbət bax onlardan gedir. Sonra dedik ki, hər bir pambıq ağdır. Sonra dedik, bəzi insanlar pambıq deyil. Yəni, biz kiçik müqəddimədə bütün insanları qeyd etmədik ki, bəzi insanları qeyd etdik. Məsələn, tutaq ki, mən deyəndə bəzi insanlar pambıq deyil, mənim məqsədim budur ki, bəzi insanlar pambıq deyil. Bundan məqsədim budur ki, yəni mən demək istəmirəm ki, bəzi insan pambıqdır, bəzisi pambıq deyil. Yox, məqsədim budur ki, yəni biz o bəzi insanlardan söhbət edirik. Söz odur, onlara aiddir. Bəzilərindən danışmıram ki, mən bir hissə insandan danışıram. Çünki dediyim kimi, kiçik müqəddimədə biz dedik, bəzi insanlar ağ deyil. O insanların bir hissəsini nəzərdə tutub deyirəm. Nəinki məqsədim budur ki, bəzisi pambıqdır, bəzisi pambıq deyil. Xeyr, məqsəd bu deyil. Sonra gəldik dostlar, bu ikinci fiqur idi ki, dedik, ikinci fiqurun
16 dənə modusdan nəticə alan 4 olacaq. İndi isə gəldik 3-cü fiqura. 3-cü fiqurda isə orta termin necə işlənəcək? 3-cü fiqurda da biz qeyd etdik ki, kiçik müqəddimədə birinci gələcək orta termin, kiçik termin, böyük müqəddimədə isə gələcək birinci orta termin, böyük termin. Yəni, burada böyük termin, belə deyək, yerində qalacaq. Birinci fiqurda kimi yerində qalacaq. Sadəcə burada dəyişən kiçik termində orta termin yerini dəyişəcək. Halbuki birinci fiqurda demişdik ki, birinci kiçik termin gəlir, sonra orta termin kiçik müqəddimədə. Amma burada orta termin birinci gələcək, sonra kiçik termin gələcək. Məsələn, tutaq ki, bir misal deyək. Burada da təbii ki, bu 3-cü fiqurda özünə məxsus bunun şərti olacaq, qeyd edəcək. Hələ ki, misal deyək. Məsələn, deyirəm ki, hər bir cismin çəkisi vardır. Bəzi cisimlər maye deyil, nəticə bəzi çəkiyə malik olanlar maye deyil. İndi baxın, orta termin kiçik müqəddimədə, orta termin kiçik termin gəlir. Hər bir cismin çəkisi vardır. Cisim burada orta termindir. Niyə? Çünki böyük müqəddimədə də təkrarlanır. Bəzi cisimlər maye deyil. Cisimlər ikisində də təkrarlanır. Sonra kiçik termin gəlir. Kiçik müqəddimədə çəkisi. Çəki ancaq kiçik müqəddimədə istifadə olunduğuna görə kiçik termin adlanır. İndi isə böyük termini təhlil edirik. Böyük termində də birinci gələcək orta termin, sonra böyük termin. Bəli, bəzi cisimlər maye deyil. Cisimlər gəlir, çünki cisim də kiçik termində təkrarlanır və orta termin olur. Maye isə ancaq böyük müqəddimədə istifadə olduğuna görə böyük termin adlanır. Deməli, bu da kiçik müqəddimədə orta termin, kiçik termin gəldi. Böyük müqəddimədə isə orta termin və böyük termin gəldi. Məsələn, burada da 2 dənə özünə məxsus, 3-cü fiqurun özünə məxsus şərtlər var. O şərtlər də bundan ibarətdir ki, 2 dənə şərt var. Hamısının 2 dənə şərti olur. Bundan ibarətdir, kiçik müqəddimə iqrarı olmalıdır həmişə. 3-cü fiqura əsasən, əgər 3-cü fiqurda kimi istifadə etsək. Burada da kiçik müqəddimə iqrarı olmalıdır. Bəli, kiçik müqəddimə iqrarıdır. Niyə? Hər bir cismin çəkisi vardır. İkinci şərt budur ki, müqəddimələrdən biri ümumi olmalıdır. Hər ikisi xüsusi ola bilməz, ümumi olmalıdır biri. Burada da təbii ki, ikinci, yəni böyük müqəddimə xüsusi olduğuna görə bəzi cisimlər maye deyil, ona görə də kiçik müqəddimə gəlir hər bir cismin, hər gətirir. Yəni, gəlir burada ümumi olur. Biri xüsusi olanda digəri ümumi olmalıdır. Ancaq bu şərtlərə biz riayət etməsək, təbii ki, nəticə verməyəcək. Məsələn, tutaq ki, deyirik ki, heç bir insan daş deyil, bəzi insanlar cisimdilər. Bu nəticədə belə olacaq ki, bəzi daşlar cisim deyil. Bu nəticə səhvdir. Necə yəni, bəzi daşlar cisim deyil? Daşların hamısı cisim sayılır. Niyə nəticə səhvdir? Çünki burada dediyimiz həmin birinci şərtə riayət edilməyib. Birinci şərtdə nə idi? Kiçik müqəddimə iqrarı olmalıdır. Burada isə kiçik müqəddimə inkaridir. Heç bir insan daş deyil deyirik. Sonra gətirir ki, bəzi insanlar cisimlər, nəticədə burada səhv olacaq. Və başqa bir misalda da səhv olacaq. Məsələn, orada da ikinci şərtə riayət etməsə səhv olacaq. O da hansıdır? Bəzi insanlar ağdır, bəzi insanlar qaradır. Nəticə budur ki, bəzi ağlar qaradır. Necə yəni, bəzi ağlar qaradır, ağdır. Nəticə səhvdir. Səbəb də budur ki, çünki biz ikinci şərtə riayət etmədik. İkinci şərt də budur ki, müqəddimələrdən biri mütləq ümumi olmalıdır. Amma burada hər ikisini biz xüsusi gətirdik. Məsələn, dedik ki, bəzi insanlar ağdır, bəzi insanlar qaradır. Bəzi xüsusi gətirdik ikisində. Ona görə belə bir bu şərtə riayət edilməsə, bundan nəticədə əlbəttə ki, səhv olacaq. Bəzi ağlar qaradır, nəticəsi də səhv olacaq. Bu nəticə, burada yəni problem yaranacaq. Sonra dostlar, gəldik 3-cü fiqura. 3-cü fiqurun
üzr istəyirəm. Bəli, üçüncü fiqura gəldik, amma nə baxımdan üçüncü fiqura gəldik? Üçüncü fiqurun moduslarına, 16 dənə yaranan moduslardan neçəsi üçüncü fiqurun, yəni üçüncü fiqurla biz riayət etsək qaydalara, üçüncü fiqur formasında 16 modusda neçə dənəsi nəticə verə bilər? Burada qeyd olunur ki, üçüncü fiqurun moduslarından 6-sı nəticə verəcək. Onu isə nəticə verməyəcək. Burada artıq, burada 6-sı nəticə verəcək. Gələk birinci modusa. Birinci modusda, məsələn, ümumi iqrarı üstə gələk. Ümumi iqrarı nəticədə xüsusi iqrarı olmalıdır. Misal olaraq, hər bir insan canlıdır, ümumi iqrarıdır. Hər bir insan düşünəndir, bu da ümumi iqrarıdır. Mütləq nəticədə xüsusi iqrarı olmalıdır. Deməli, nəticə olacaq ki, bəzi canlılar düşünəndir. Və ikinci nəticə alan modus, burada da ikinci nəticə alan modus bu olacaq ki, ümumi iqrarı üstə gələk. Ümumi inkari bərabər olacaq xüsusi inkari. Məsələn, hər bir insan, hər bir canlı inkişaf edəndir. Heç bir canlı daş deyil. Nəticədə bəzi inkişaf edənlər daş deyil. Burada da nə oldu? Burada gətirdik biz ümumi iqrarı, hər bir canlı inkişaf edəndir. Sonra gətirdik ümumi inkarı, heç bir canlı daş deyil. Nəticədə mütləq olaraq xüsusi inkarı olmalıdır. Bəzi inkişaf edənlər daş deyil. Və üçüncü modus, üçüncü nəticə alan modusda isə xüsusi iqrarı üstə gələk. Ümumi iqrarı bərabərdir xüsusi iqrarı. Xüsusi iqrarı nəticə verməlidir. Bəzi mayələr qırmızıdır, xüsusi iqraridir. Üstə gələk ümumi iqrarı, hər bir mayə axır, nəticədə xüsusi iqrarı olmalıdır. Olacaq bəzi qırmızı rəngli maddələr, bəzi qırmızı rəngli maddələr axır. Və gəldik dördüncü modusa. Dördüncü modusda da ümumi iqrarı üstə gələk xüsusi iqrarı bərabər olacaq xüsusi iqrarı. Hər bir canlı cisimdir, ümumidir və iqraridir. Sonra bəzi canlılar şairdir, xüsusidir, çünki bəzi gəlib və iqraridir. Nəticədə mütləq xüsusi iqrarı olmalıdır. Bəzi cisimlər şairdir. Bu da xüsusi iqrarıdır. İndi gəldik 5-ci modusa. Mən düşünürəm ki, burada bir çətin bir şey yoxdur. Elə tez-tez oxuyaq keçək. Daha izah eləməyə artıq bir şey yoxdur burada. 5-ci modusda isə deyirik ki, ümumi iqrarı üstə gələk xüsusi inkarı bərabərdir xüsusi inkarı. Məsələn, hər bir insan canlıdır, ümumidir, iqraridir. Bəzi insanlar şair deyil, xüsusidir, inkaridir. Nəticədə olacaq, bəzi canlılar şair deyil, yəni xüsusi inkarı. Və sonuncu 6-cı, yəni 3-cü fiqurun 6-cı nəticə verən modusda isə xüsusi iqrarı üstə gələk ümumi inkarı olacaq, nəticə olaraq xüsusi inkarı olacaq. Məsələn, bəzi canlılar insandır, xüsusidir, iqraridir. Sonra heç bir canlı daş deyil, ümumidir, inkaridir. Nəticədə xüsusi inkar olur. Bəzi insanlar daş deyil. Bu da dostlar bizim demək 3-cü fiqurun 6 nəticə verən modusu. 16 dənə moduslardan 6-sı nəticə verir və bunları da qeyd etdik. Və bundan sonra gəlirik axırıncı olan fiqura, axırıncı, yəni 4-cü fiqura. 4-cü fiqurda da qeyd etmişdik ki, 4-cü fiqurda demişdik ki, kiçik müqəddimədə gələcək orta termin, kiçik termin, böyük müqəddimədə gələcək böyük termin, orta termin. Məsələn, burada da təbii ki, 2 şərt var. Özünə məxsus 2 şərt var. Özünə məxsus olan 2 şərtdə də hansıdır? Heç bir müqəddimə xüsusi inkarı olmamalıdır. Aha. Əgər 4-cü fiqurdan istifadə etsək, onda bu müqəddimələrdən heç biri xüsusi ola bilməz. Çünki orada orta termin yerin dəyişir, ən çətin vəziyyətə gəlib düşür və doğru nəticə almaq üçün burada biz gələk, birinci şərt budur ki, 4-cü fiqurun şərtləri budur ki, heç bir müqəddimə xüsusi inkarı olmamalıdır. İkinci şərt də budur ki, hər iki müqəddimə iqrari olduğu halda kiçik müqəddimə ümumi olmalı. Yəni görsək ki, hər ikisi iqraridir, onda mütləq olaraq kiçik müqəddimə ümumi olmalıdır. Yəni bu
axırıncı dediyimizə əsasən kiçik müqəddimə xüsusi iqrarı olduqda böyük müqəddimənin ümumi inkarı olması zəruridir və heç vaxt iqrarı ola bilməz. Axırıncı dediyimiz şərtə əsasən. Əks halda sillogizm nəticə verməyəcək. Məsələn, nəticə verməyənlərə gətirək. Deyirik ki, bəzi canlılar insan deyil, hər bir düşünən canlıdır. Nəticə də bu olacaq ki, bəzi insanlar düşünən deyil, səhvdir. Niyə səhvdir? Çünki burada birinci olan şərtə riayət olunmalıdır. Birinci olan şərt də nə idi? Heç bir müqəddimə xüsusi inkarı olmamalıdır. Amma burada hər iki müqəddimə çünki bunda birinci şərtə riayət olmayıb. Belə ki, onun kiçik müqəddiməsi xüsusi inkarıdır. Biz burada nə demişdik? Demişdik ki, heç bir müqəddimə xüsusi inkarı olmamalıdır. Heç bir müqəddimə. Nə kiçik müqəddimə, nə böyük müqəddimə. Amma burada deyəndə bəzi canlılar insan deyil, hər bir düşünən canlıdır. Artıq biz bəzi canlılar insan deyil, burada biz xüsusi gətirdik və inkarı gətirdik. Halbuki biz demişdik ki, hər iki müqəddimə, kiçik müqəddimədə, böyük müqəddimədə burada xüsusi inkarı ola bilməz. Ona görə bundan gələn nəticədə bəzi insanlar düşünən deyil, təbii ki, səhv olacaq. Çünki birinci şərtə riayət edilmədi. İndi isə ikinci şərt. İkinci şərt dedik nə idi? Hər iki müqəddimə iqrarı olduğu halda kiçik müqəddimə ümumi olmalıdır. Məsələn, deyirik ki, bəzi canlılar insandır, hər bir dəvə canlıdır. Nəticə olacaq ki, bəzi insanlar dəvədir. Səhv nəticə. İnsanlar dəvə deyil. Heç bəzisi deyil, biri də dəvə deyil. Niyə səhv nəticə? Dediyimiz kimi, ona görə səhvdir. İkinci şərtə riayət olmayıb. İkinci şərt də nə idi? İkinci şərt budur ki, hər iki müqəddimə iqrari olduğu halda kiçik müqəddimə ümumi olmalıdır. Burada hər iki müqəddimə iqraridir. Bəli, bəzi canlılar insandır, hər bir dəvə canlıdır. Bəli, ikisi də iqraridir. Onda hər ikisi iqraridirsə, dedik ki, kiçik müqəddimə onda ümumi olmalıdır. Amma burada kiçik müqəddimə ümumi yox, xüsusidir. Bəzi canlılar insandır gətiririk. Və bu şərtə riayət edilməyəndə, təbii ki, nəticədə bəzi insanlar dəvədir olacaq, nəticədə səhv olacaq. Bu da, dostlar, dördüncü fiquru təhlil edik və ona məxsus olan şərtləri, 2 dənə şərti qeyd etdik. İndi isə dördüncü fiqurda 16 dənə modusdan neçəsi nəticə ala bilər. Burada da qeyd olunur ki, dördüncü fiqur 16 modusdan cəmi 5-i nəticə verə bilər. Qalan isə, yəni 11 isə nəticə verməyəcək. O da hansıdır? Ümumi iqrari, üstə gələk, ümumi iqrari bərabər olacaq xüsusi inkari. Məsələn, hər bir insan cisimdir, hər bir düşünən insandır, nəticə bəzi cisimlər düşünəndir. Diqqət edin, dostlar, ümumi iqraridir, bəli, hər bir insan cisimdir gətirib. Və ikinci, ümumi iqraridir, bəli, hər bir düşünən insandır. Nəticədə xüsusi iqrari olmalıdır, bəzi cisimlər düşünəndir. Bəli, bəzi cisimlər düşünəndir, bəzi cisimlər düşünən deyil. Nəticə burada doğru olacaq. İkinci burada nəticə alan modus isə ümumi iqrari üstə gələk xüsusi iqrari bərabər olacaq xüsusi iqrari. Nəticə xüsusi iqrari verəcək. Məsələn, hər bir canlı inkişaf edəndir, bəzi qaralar canlıdır. Nəticə olacaq, bəzi inkişaf edənlər qaradır. Nəticə doğrudur. Çünki ümumi iqrari üstə gələk xüsusi iqrari oldu. Nəticə də xüsusi iqrari olmalıdır. Və üçüncü modus isə ümumi inkari üstə gələk ümumi iqrari, nəticə ümumi inkar olmalıdır. Məsələn, heç bir ad ağac deyil, ümumidir və inkaridir. Bütün kişnəyənlər addır, ümumidir və iqraridir. Nəticədə olacaq, heç bir ağac kişnəyən deyil. Və dördüncü modusda isə ümumi iqrari üstə gələk ümumi inkarı olacaq xüsusi inkarı. Məsələn, hər bitki solur. Ümumidir və iqraridir. Heç bir insan bitki deyil. Təbii ki, bu da ümumidir, amma inkari, ümumi yəni inkaridir və bunlardan da alınan nəticə xüsusi inkarı olmalıdır. Olacaq, bəzisi olan şeylər insan deyil. Və dördüncü fiqurunun 16 moduslardan nəticə alan 5-ci modus, dedik ki, 5 dənə nəticə ala bilərik, 5 dənə modus nəticə verəcək. O da hansıdır? 5-ci modusda axırıncısı da budur ki, xüsusi iqrari üstə gələk ümumi inkari, nəticə xüsusi inkar olacaq. Məsələn, bəzi canlılar qaradır, xüsusidir və iqraridir.
heç bir daş canlı deyil, ümumidir və inkaridir. Nəticədə mütləq xüsusi inkar olmalıdır. Bəzi qaralar daş deyil olacaq. Bu da 4-cü fiqurun 16 moduslarından nəticə, 5 dənəsi ki, nəticə verdi. Bunu təhlil etdik. Ümumi növbəti dərsdə təzə bir dərsə keçəcəyik, istisnai sillogizmə keçəcəyik. Burada ümumi qeyd eləyək. Deməli, lap əvvəldə dostlar biz gəldik, dedik ki, 4 dənə fiqurun yaranması mümkündür. Bu 4 dənə fiqurun yaranması da orta terminin dəyişməsi ilə olur. Orta termin ya kiçik müqəddimədə dəyişir, ya böyük müqəddimədə dəyişir. Nəticə etibarilə 4 dənə fiqur yaranır burada. Orta termində dedik, o termindəki kiçik müqəddimədə də təkrarlanır və böyük müqəddimədə təkrarlanır. Məsələn, deyirik ki, Əhməd insandır, hər bir insan canlıdır, Əhməd canlıdır. Deməli, Əhməd insandır, hər bir insan canlıdır. İnsan hər iki müqəddimədə təkrarlandı, oldu orta termin. Bəzən də bunlar yerin dəyişə bilir. Orta termin elə yerdə gəlir. Məsələn, kiçik müqəddimədə gəlib fərz edək, subyekt ola bilir, bəzi yerdə ola bilir, predikat ola bilir və ya böyük müqəddimədə bəzən subyekt ola bilir, bəzən predikat ola bilir. Yəni yerin dəyişə bilir. Qrammatik dilinə desək, mübtəda ilə xəbər yerin dəyişə bilir. Qrammatik dilinə desək, məntiq dilinə deməsək, qrammatik dilinə desək, mübtəda ilə xəbər yerin bəzən dəyişə bilir. Bunları da təhlil etdik. Ondan sonra gəldik biz, dedik ki, bəzən də 16 dənə modus yarana bilir. Modus yəni nə idi? Dedik ki, ola bilsin ki, biz, mən bunu başa düşək deyə deyirəm, bu dildə deyirəm. Bəzi kiçik termin, böyük termin və yaxud da belə deyə bilərək ki, məsələn, kiçik müqəddimə, böyük müqəddimə keyfiyyətcə, kəmiyyətcə fərqli ola bilir. Görürsən, məsələn, kiçik müqəddimədə ümumidir, inkaridir, böyük müqəddimədə, məsələn, xüsusidir, inkaridir və yaxud da yerlərin dəyişdikcə, bunlar keyfiyyətin dəyişdikcə və kəmiyyətin dəyişdikcə, belə hesablayanda ümumilikdə 16 dənə modus yaranır. Bunlara modus deyərlər. 16 dənə modus yaranır, amma təbii ki, onların keyfiyyəti dəyişməsi və yaxud da onların kəmiyyətinin dəyişməsi, 16 dənə modusun yaranması o demək deyil, bu 16 dənə modusun hamısı nəticə verəcək. Cəmi cümlətan burada 4 dənəsi nəticə verəcək. Dedik, 4 dənəsi nəticə verəcək. Təbii ki, birinci fiqura əsasən. Amma ikinci fiqura əsasən, orada dedik 4 dənə nəticə verəcək. Sonra o birisində gəldik. Yəni, hər fiqurda müxtəlifdir. Birinci, məsələn, fiqurda 4 dənə idi. İkinci fiqurda dedik ki, 4 dənə idi. Üçüncü fiqurda bir neçə dənə. Belə yəni fərqlənə bilir, fiqurdan fiqura fərqlənə bilir. Biri digərindən çox modus, yəni 16 dənə moduslardan çox ola bilir. Məsələn, birində 5-dir. Fərqli ola bilir. Və qeyd etdik ki, bir müştərək şərtlər var, bir də xüsusi şərtlər var. Müştərək şərt yəni budur ki, hər 4 dənə bizim bu fiqurları ki, dedik, 4 dənə fiqur əldə edə bilirik orta terminin dəyişməsinə. Bu hər 4 dənə fiqura məxsus olan, 4-ünə də müştərək olan, 4-ünə aid olan demək şərtlər var idi və təbii ki, bəzən də gəlir hərəsinin özünə məxsus olan, bir də hərəsinin özünə məxsus bir şərtləri ola bilir. Hamısı, məsələn, onda qeyd etdik. Hərəsinin özünə məxsus 2 dənə şərtləri var. Ümumi şərtlərdə lap əvvəldə qeyd etdik. Mən istəmirəm bir də ora qayıdım. Bu da artıq biz bu dərslə qurtardıq. Yəni, orta termini sillogizmi təhlil etdik. Növbəti dərsdə artıq biz gələcəyik. Orta termin, növbət dərsdə bəli, biz gələcəyik. Demək, istisnai sillogizmin haqqında danışacaq. Orta termini sillogizm dedik ki, odur ki, nəticələr hər müqəddimələrdə pərakəndə şəkildə olur. Məsələn, Əhməd insandır, hər bir insan düşünəndir. Əhməd düşünəndə Əhməd birinci müqəddimədədir, düşünən ikinci. Yəni, Əhməd kiçik müqəddimədədir, düşünən isə böyük müqəddimədədir. Nəticələr pərakəndə şəkildə olur. İstisnai sillogizmdə isə dedik ki, nəticə hər hansı müqəddimələrin birində özü ilə nəticə necədirsə, hər hansı müqəddimələrdən birində olur, yaxud da nəticənin ziddi hər hansı müqəddimələrin birində olur. Onunla inşallah gələn dərsdə bu barədə geniş danışacaq. İstisnai sillogizmin bəzi məsələlərini təhlil edəcəyik. Dərsimiz dostlar, bura qədər ümid edirəm aydın oldu. Sağ olun, salamat qalın və elhamdülillah Rabbil aləmin.